Salam əziz tələbələrim. Bugünkü video dərsimizin mövzusu iqtisadi siyasətin mahiyyəti və məzmunudur. Dərsimizin planı iqtisadi siyasətin mahiyyəti, iqtisadi siyasətin vəzifə və subyektləri, iqtisadi siyasətin konsepsiyaları, iqtisadi siyasətin formalaşdırılması. Bugünkü dərsimizdə biz əsasən iqtisadi siyasətin mahiyyətindən, dövlət institutlarından, nəzəri konseptual əsaslarından, prinsiplərindən, strategiyalarından, iqtisadi siyasətin formalaşdırılmasından, subsidiarlıq prinsipindən və s.dən söhbət edəcəyik. Demək, iqtisadi siyasət ümumiyyətlə mahiyyət etibarilə əmək bölgüsünə əsaslanaraq iqtisadiyyata məqsədyönlü təsir edən dövlət institutları, qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi normativ qaydalar və digər fəaliyyət alətlərini özündə cəmləşdirən tədbirlər toplusudur. Müxtəlif iqtisadi ədəbiyyatlarda iqtisadçı alimlərin dövlətin iqtisadi siyasəti haqqında müxtəlif mülahizələri, fikirlərinə rast gəlinir. Belə alimlərdən biri də Girşdir. Girşə görə dövlətin iqtisadi siyasəti, iqtisadi proseslərin gedişini nizamlamaq, onlara təsir etmək və ya onların axarını müəyyənləşdirməyə xidmət edən tədbirlər toplusudur. Dövlət institutları nədir? Onların vəzifələri nələrdir? Dövlət institutları müəyyən vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədi ilə qanunvericilik və ya normativ aktlarla yaradılmış təşkilatlardır. İnstitutlar və müvafiq hüquqi qaydaların əsas missiyası iqtisadi fəaliyyət subyektlərinin davranışlarını məhdudlaşdırmaq və iqtisadiyyatın stabilliyini təmin etməkdən ibarətdir. Başqa sözlə, institutlar və qaydalar ixtisaslaşma və rəqabət əsasında iqtisadi fəaliyyət subyektlərinin effektiv qarşılıqlı fəaliyyəti və bu fəaliyyətin məqsədyönlü tənzimlənməsi üçün şərait yaradılmasını təmin edirlər. Onların iqtisadiyyata təsiri, iqtisadi nizamın yaradılması tədbirləri və həmçinin təsərrüfat proseslərinə təsir vasitəsilə həyata keçirilir. Bazar iqtisadiyyatının inkişafının bütün tarixi mərhələlərində əmtəə mübadiləsinin sadə formalarının meydana gəlməsindən başlamış, ta ki, milli dövlətlər çərçivəsində bazar təsərrüfatlarının və müasir mürəkkəb beynəlxalq korporasiya formalarının yaranmasına da zərurət olmuş və indi də davam edir. İqtisadi siyasət həmişə iki mühüm faktorun təsiri altında formalaşır. Daima dəyişən təsərrüfat şəraiti və iqtisadi təfəkkür səviyyəsi. Bu faktorlar qarşılıqlı olsa da, nisbi sərbəstliyə malikdirlər. Cəmiyyətin inkişaf səviyyəsi yüksəldikcə iqtisadi təfəkkür dəyişir, çünki dəyərlər dəyişir, çünki dəyərlər haqqında təsəvvürlər dəyişir. İqtisadi siyasət ölkənin reallıqları ilə uzlaşdıqda, o cümlədən siyasi qüvvələr nisbəti, istehsal texniki potensial, sosial şərait, ümumdövlət və yerli idarə etmədə institusional qaydalar və s. nəzərə alındıqda daha effektli olur. İqtisadi siyasət ölkənin qlobal maraqlarını və ona müvafiq formalaşdırılan dövlətin siyasi kursunun təmin edilməsinin həlledici vasitəsidir. Başqa sözlə, iqtisadi siyasət ümumi, milli, qlobal siyasətin tamamlayıcısıdır. Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasətin həll etməli olduğu vəzifə və problemlər müxtəlif yanaşmalarla müəyyənləşdirilə bilər. İqtisadi inkişafın müxtəlifliyi və səmərəliliyi baxımından siyasətin vəzifələrinin realizasiyası və müvafiq problemlərin həlli əslində qarşılıqlı asılıdır. Ümumi şəkildə iqtisadi siyasətin əsas vəzifə və problemlərini aşağıdakıları göstərmək olar. Birincisi,
İqtisadi sistemin məhsuldarlığını və resursların bölgüsünün səmərəliliyinin təmin edilməsi. Resursların ölkənin iqtisadi sisteminin effektiv fəaliyyət göstərməsi üçün ilk növbədə iqtisadi nizam yaradılmalıdır. Belə nizam iqtisadi subyektlərin motivasiyasını təmin edir və onların səlahiyyətlərini və onların fəaliyyətini məhdudlaşdırır. Ona görə də qiymətlərin səviyyəsi və gəlir əldə etmək imkanları konkret iqtisadi qərarları şərtləndirir. İkincisi, resursların yenidən bölgüsünün səmərəliliyi və nəticəliliyin təmin olunması. Hətta iqtisadi sistemin effektiv fəaliyyət göstərdiyi ölkələrdə belə ehtiyatların yenidən bölgüsü dövlətin aktual vəzifələrindən hesab edilir. Bu, ilk növbədə mülkiyyət münasibətlərinin tənzimlənməsində çevikliyin tam təmin edilməsi baxımından çox vacibdir. Bazar iqtisadiyyatı şəraitində dövlət, mülkiyyət münasibətlərinə özəlləşdirmə, valyuta maliyyə islahatları və əmlak vergisi vasitəsilə təsir edir. Üçüncüsü, dövlət xərclərinin maliyyələşdirilməsi və dövlət büdcəsinin formalaşdırılması. Dövlətin davamlı müddət ərzində öz iqtisadi funksiyalarının yerinə yetirilməsi, o cümlədən həmin xərclərin maliyyələşdirilməsi üçün ölkənin dövlət büdcəsinin formalaşdırılması və icrası üçün elə bir sistem qurulmalıdır ki, bu iqtisadiyyatda ağır yük yox, əksinə tənzimləyici və stimullaşdırıcı dominanta çevrilmiş olsun. Demək, dördüncü, iqtisadiyyatda dayanıqlığın inkişafının davamlılığı və tarazlığının təmin olunması. Bu nədir? Burada demək, bazar münasibətləri və rəqabət mühiti yalnız müəyyən çərçivədə baş verən dəyişikliklər və təsirlər qarşısında iqtisadiyyatda stabilliyi təmin edən mexanizmlərin fəaliyyətini mümkün edir. Lakin aydındır ki, faktorların müxtəlifliyi və gözlənilməzliyi stabilliyin və inkişafın davamlılığı və tarazlılığının təmin edilməsini çətinləşdirir. Bu baxımdan dövlətin iqtisadiyyata müdaxiləsi zərurəti yaranır. Beşinci, ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin edilməsi. Demək, dünyada iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi, insanın təsərrüfat fəaliyyəti nəticəsində qısa və uzun müddətli dövrlərdə təzahür oluna biləcək iqtisadi problemlərinin sayının çoxalmasına gətirib çıxartmışdır. Buna görə də təsərrüfat fəaliyyəti nəticəsində hansı istehsal üsulu və məhsulun ətraf mühitə daha çox zərər vurması və ya zərərli tullantıların toplanması mexanizminin necə fəaliyyət göstərməsinin öyrənilməsi, təbiətə daha az zərər vuran iqtisadi siyasətin aparılmasına imkan yaradır. Belə siyasət zərərli tullantıların azaldılması və ya məhsulların istifadə müddətini çoxaltmaqla ehtiyatlardan istifadənin məhsuldarlığını və nəticəliliyini artırar və təbiətə dəyən ziyanın, zərərin dolayı azalmasına gətirib çıxarda bilər. Bazar iqtisadiyyatı şəraitində demək, iqtisadi subyektlərin bazar vasitəsilə azad rəqabət mühiti, sərbəst müqavilə bağlamaq imkanları və sərbəst qiymət qoyma şəraitində həyata keçirilir. Rəqabət mühitinin mövcudluğu məhdud ehtiyatların qiymət mexanizminin fəaliyyətini təmin etməklə ehtiyatların ilkin bazar bölgüsünü şərtləndirir. Mülkiyyətçilər və ya onların səlahiyyət verdikləri menecerlər vasitəsilə, daha doğrusu menecerlər istehsal və innovasiya ilə bağlı müstəqil qərarlar qəbul edə bilirlər. Bazar qiymətlərindən və gələcək istehsal xərclərindən asılı olaraq gözlənilən gəlir və bir sıra hallarda da müəssisənin digər məqsədləri istehsal sferalarının genişlənməsini və inkişafını stimullaşdırır. Belə istehsal sferaları
əsasən cəlb olunan kapital vasitəsilə gəlir gətirirlər. Rəqabət mühiti şəraitində iqtisadi subyektlərin uzun müddətli dövrdə öz qazanclarını maksimuma çatdırmağa çalışmaları istehsal faktorlarının cəmiyyət üçün optimallıq şəraiti yaradır. Deməli, funksional yanaşma baxımından iqtisadi siyasətin əsas 6 əsas istiqaməti və ya sahəsi fərqləndirilə bilər. İqtisadi fəaliyyəti tənzimləyən hüquqi normalara münasibət siyasəti, iqtisadiyyatın tənzimlənməsi, rəqabətin qorunması və azad ticarətin inkişafı baxımından iqtisadi nizama münasibət siyasəti, inteqrasiya və xarici iqtisadi siyasət, təsərrüfat proseslərinə təsir siyasəti, inkişaf və struktur siyasəti və ətraf mühitə təsir siyasəti. İqtisadi siyasət konsepsiyası dedikdə, iqtisadiyyatın məqsədyönlü və əsaslandırılmış təsirin qarşılıqlı əlaqəli məqsədləri, prinsipləri, strategiyaları və alətləri başa düşülür. İqtisadi siyasətin əsas tərkib hissələri sosial siyasət, maliyyə valyuta siyasəti, beynəlxalq inteqrasiya siyasəti, büdcə vergi siyasəti, regional siyasət, struktur siyasəti və ayrı-ayrı real fəaliyyət sahələrinin siyasəti. İqtisadi siyasətin məqsədləri deyəndə, mahiyyət etibarilə iqtisadi inkişafın xarakteri və potensialı ilə müəyyənləşir. İqtisadi siyasətin qarşılıqlı əlaqəli məqsədlər toplusunu bir neçə qrupa ayırmaq olar. İqtisadi sistemin məqsədləri, iqtisadi proseslərin xarakteri ilə bağlı məqsədlər, iqtisadiyyatın strukturuna təsirlə bağlı məqsədlər. Əhatə müddətinə görə də məqsədlər qısa, orta və uzun müddətli olur. Demək, məqsədləri təhlil edərkən birinci məqsədlərin uzlaşması, məqsədlərin ziddiyyətsizliyi, məqsədlər siyahısının tamlığı, məqsədlərin iyerarxiyası, məqsədlərin açıqlığı, məqsədlərin həyata keçməsi ehtimalı, məqsədlərin ölçü indikatorlarının müəyyənləşdirilməsi, alətlərin istifadəsinə nəzarət. Demək, məqsədlərin uzlaşması və realizasiyasının səmərəlilik məhdudiyyətləri daxilində mümkünlüyü hesab olunmalıdır. Məqsədlər bir-birinə münasibətdə komplementar, yəni bir-birini tamamlayan, neytral və ya konfliktli ola bilər. Məqsədlərin rasional sistemi daxilən ziddiyyətli ola bilməz. Məsələn, əgər bütün partner ölkələr cari təbii balansının müsbət saldoya malik olması məqsədi ilə qabartmağa çalışarsa, onda belə məqsədlər sistemi ziddiyyətli olacaqdır. Məqsədlərin siyahısı bütün əhəmiyyətli məqsədləri əhatə etməlidir. Əks halda iqtisadi siyasət konsepsiyasını sistemli və obyektiv təhlil etmək üçün ziddiyyətləri aşkar etmək mümkün deyil. Məqsədlər ən mühüm və az vaciblərə, ilk növbəli və təcili olmayanlara ayrılmalıdır. Vaxta görə prioritet ilk növbəli məqsədlərə məxsusdur. Məqsədlər sistemi elə qurulmalıdır ki, məqsədlərin vacibliyi və onların bir-biri ilə uyğunluğunu müəyyənləşdirmək mümkün olsun. Hər bir məqsəd üçün onun realizasiyasına məhsul təşkilat müəyyənləşdirilməlidir. Bu təşkilat məqsədlərin realizasiyası üçün səlahiyyətlərə malik olmaqla yanaşı, öz fəaliyyəti haqqında müəyyən hesabatlar verməlidirlər. Məqsədlər həm siyasi, həm iqtisadi baxımından real olmalıdırlar. Məqsəd kəmiyyət ifadəsinə malik olmalıdır. Yəni, elə indikator müəyyənləşdirilməlidir ki, onun vasitəsilə məqsədin hansı dərəcədə əldə olunmağını təyin etmək mümkün olsun. Məqsədlər elə müəyyənləşdirilməlidir ki, aparılan siyasət nəticəsində imkan daxilində istifadə olunan alətlərlə əlaqələndirilsin. Bunun üçün məsuliyyət qərar verənlərin, qərar qəbul edənlərin üzərinə düşür. Demək, bazar iqtisadiyyatı şəraitində
Bir də biz indi danışacağıq, demək, iqtisadi siyasətin prinsiplərindən. İqtisadi siyasətin prinsipləri dedikdə qərar qəbuluna təsir edən uzunmüddətli xarakterə malik mülahizələr başa düşülür. Belə mülahizələrə məsələn bazar qanunlarının uçotu prinsipi və ya xarici istehlakçılara ayrı seçkinin yol verilməzliyi aid edilə bilər. Belə hallarda iqtisadi siyasətin hədsiz ağır olduğu şərait və ya qərar qəbulu müddətinin böyüklüyünü və yəni qərar qəbulu zərurəti yalnız müəyyən məqamlarda yaranan hallar aid edilə bilər. Rasional iqtisadi siyasət baxımından belə hallarda nəzərdə tutulan tədbirlərin əhali üçün vacibliyi əsaslandırılmalı və bu zaman strategiyanın düzgün seçimi, o cümlədən ölkə daxili və beynəlxalq strategiyaların fərqləndirilməsi təmin edilməlidir. İqtisadi siyasət strategiyaları rasional iqtisadi siyasətin mühüm tələblərindən birini seçilmiş strategiyaların nəticələrinin dövrü olaraq qiymətləndirilməsi və onun realizasiyasının nəzarətdə saxlanılması təşkil edir. Bu zaman qiymətləndirmə meyarı kimi iqtisadi səmərəlilik, siyasi hərəkətlərin rasionallığı, istifadə olunan metodların rasionallığı qəbul edilə bilər. Vasitələrin seçimində isə xərclərin belə deyək və nəticələrin təhlilini aparmaq alternativ variantların müqayisəsi məqsədə uyğundur. Bu zaman müddətin ölçüsü xüsusi əhəmiyyətə malikdir. Demək, bir də biz danışacağıq burada demək subsidiarlıq prinsipindən. Subsidiarlıq prinsipi isə iqtisadi siyasətin həyata keçirilməsinin ən mühüm məqamlarından biri də siyasətin ayrı-ayrı istiqamət və sahələrinin müxtəlif idarəetmə orqanları və ya təşkilatları arasında bölüşdürülməsidir. Dövlət iqtisadi idarəetmə strukturu ümumdövlət idarəetmə sisteminin tərkib hissəsi olmaqla qanunvericilik bazası üzərində formalaşdırılmış, nisbi fəaliyyətə malik, sistem xarakterli, institusional müstəvidir. Siyasəti reallaşdıran təşkilatlar sistem yaratmaqdan və onların səlahiyyətləri dairəsini müəyyənləşdirdikdən sonra iqtisadi siyasətin konkret vəzifələrinin onlar arasında bölüşdürülməsi baş verir. Bu zaman ən vacib və çətin problem səlahiyyətlərin müəyyənləşdirilməsində subsidiarlıq prinsipini qorumaqla mərkəzləşmə dərəcəsini müəyyənləşdirilməkdir. Subsidiarlıq prinsipi problemin həlli səlahiyyətlərinin ən aşağı səviyyədə olan təşkilata verilməsidir. Bu prinsipə əməl olunması bir sıra problemlərin həllində, məsələn, kommunal və regional səviyyəli təşkilatların nisbətən üstünlüyünü təmin edir. Subsidiarlıq prinsipi əhaliyə ən yaxın səviyyədə qərar qəbulunu məqsədə uyğun hesab etməklə idarə edicilərin fərdi məsuliyyətini təmin edir. Dar mənada subsidiarlığı qərar qəbulunda sərbəstliyin dövlətə yox, təşkil olunmuş ayrı-ayrı qruplara verilməkdir.